Necə eləyək ki, öyrəndiyimiz məlumat daha uzun müddət yadımızda qalsın? Bugünkü videoda məhz bu istiqamətdə 7 əlamət, 7 ipucu verəcəm ki, hansı ki onlar sayəsində öyrəndiyimiz şeyləri beynimizdə daha uzun müddət saxlaya bilərik. Öncəki videoda isə qısa və uzun müddətli yaddaşın beynimizdə necə formalaşdığı haqqında məlumat paylaşmışdım. Deməli, birincisi təkrar. Yəni, bir şey öyrənmək istəyirsinizsə, o şeyi nə qədər təkrar eləyəsəniz, o qədər daha yaxşı yadınızda qalacaq. Bunun səbəbi isə hər dəfə təkrarladıqca beyində bu yaddaşla əlaqədar olan mexanizmlərin güclənməsi, sinir impulsları arasında fiziki və kimyəvi proseslərin getməsi nəticəsində müəyyən çevrilişlər yaranır beyində, yəni maddə çevrilişləri yaranır və bunlar uzun müddət məlumatı beynimizdə saxlamağa kömək eləyir. Bunun izahını öncəki videoda vermişdim. İkincisi, məna və əlaqə. Belə ki, öyrəndiyimiz bir şeyi təbii ki, başa düşməliyik. Başa düşüb bir şeylə əlaqələndirərsək, bizə rahat olan, yaxın olan bir şeylə, o daha uzun müddət yadımızda qalır. Məsələn, həkimlərdən bir misal verim. Bir xəstəliyin simptomunu öyrənmək istəyirsənsə, ya da yadında qalsın istəyirsənsə, həmin o simptomu göstərən bir şəxsi, xəstəni yadında saxlasan, avtomatik olaraq həmin xəstəliyin gedişatı haqqında da müəyyən qədər bilgilər beynində depolanıb qalacaq. Üçüncüsü emosiyalardır. Belə ki, bir şey öyrənən zaman, o həmin hadisə zamanı nə qədər fərqli emosiya yaşayırıqsa, o müəyyən qədər yadımızda qalmasına, daha uzun müddət qalmasına kömək olur. Belə ki, öyrəndiyin şeyi sevinclə əlaqəlidirsə, yaxud da güclü emosiyalardan söhbət gedərsə, qorxu ilə əlaqəlidirsə, bu zaman o daha çox beynində qalır. Təbii ki, məsələn, bundan misal vermək gərəkərsə, balaca uşağa nə qədər desən ki, çaynik qaynardır, heç cürə başa düşmür. Amma bircə dəfə o çaynikə əlini vursa və orada əli yansa, artıq bu qorxu, bu həyəcan, bu ağrı hissi həmin məlumatın, yəni çaynikin isti ola biləcəyi məlumatını onun beynində daha uzun müddət təbii ki saxlayır. Dördüncü nüansımız isə diqqətdir. Belə ki, öyrəndiyiniz məlumatı, bir şeyi nə qədər aydın, rahat atmosferdə diqqətinizi cəmləyərək öyrənsəniz, o qədər daha yaxşı beyninizdə qalır. Əksinə, diqqətin dağınıq olduğu bir ortamda bir şeyi öyrənməyə çalışsanız, bu təbii ki, uzun müddət beyninizdə qalmaya bilər. Növbəti addımımız, yəni 5-ci addım yuxudur. Yuxu çox önəmlidir. Xüsusən də vaxtında yatmaq, yəni bədənə ehtiyacı olan yuxunu ona vermək. Belə ki, gecə yatdığımız zaman gün ərzində öyrəndiyimiz bilgilər, xüsusilə də yuxunun REM fazasında beynimizdə depolanır və yaddaşımızda qalır. Məsələn, təsadüfi deyək ki, uşaq vaxtı şeir öyrənərdin, heç bir şəkildə yadında qalmazdı, amma gecə yatırdın, dururdun, səhər şeiri çox gözəl danışırdın. Məsələn, mən bunu çox yaşayırdım. Demək ki, yuxuda öyrəndiyimiz məlumatın beynimizdə depolanmasına xüsusilə rol oynayır. Növbəti nüans beynin fiziki kimyəvi xüsusiyyətləridir. Belə ki, bizim beynimizdə asetilxolin, dopamin kimi neyrotransmitterlər, yəni sinirlər arasındakı maddələr var ki, bunlar məhz yaddaşın formalaşmasında, məlumatın beyndə qalmasında rol oynayır. Bəzi xəstəliklər zamanı isə bu maddələrin beynindəki normal balansı pozulur və bu həmçinin yaddaşa da müəyyən qədər təsir göstərir. Məsələn, Alzheimer xəstəliyinin asetilxolinlə əlaqəsi kimi. Bunları isə necə beynimizdə balanslı şəkildə tuta bilərik? Ən azından doğru, sağlam həyat tərzi ilə, qidalanmağımıza fikir verərək, gündəlik fiziki aktivliyimizi və psixi sağlamlığımızı qoruyaraq bunların da balansında, bu maddələrin balansına müəyyən qədər, daha doğrusu çox böyük bir qatqı sağlayarıq. Və sonuncu nüans isə öyrəndiyimiz kontekstdir. Belə ki, və ətraf mühit, vəziyyət. Məsələn, bir şey öyrənmək istəyirsiniz. Düşünün, özünüz üçün sual verin. O bir şeyi öyrənmək üçün darmadağın bir otaq, xaos, orada-burada səs-küy mü sizi daha bir motivə eləyər onu öyrənmək üçün? Və yaxud yoxsa, məsələn, oturmuşsunuz gözəl bir çayın qırağında, sakitçilik, payızdır, sarı yarpaqlar da hər tərəf, göydən yarpaqlar düşür və siz bu sakit ortamda, stressiz ortamda bir şeyler oxuyursunuz. Təbii ki, mən düşünürəm ki, bu dediyim ikinci variantda öyrəndiyimiz bilgi daha yaxşı yadımızda qalacaqdır. Deməli, xülasə, bir şeyin yadımızda daha çox qalması üçün nələr etsək bizə böyük faydası olar. Bunlardan birincisi həmin məlumatı təkrarlamaq, ikincisi məna və əlaqə qurmaq, üçüncüsü emosiyalarımız, yaşadığımız həmin andakı emosiyalar çox önəmlidir. Dördüncüsü, yaxşı yuxu yatmaq, yəni yuxumuzu almaq.
Beşincisi, beynin kimyəvi və fiziki sabitliyini qorumağa cəhd göstərmək. Altıncısı, onu öyrəndiyimiz kontekst və ətraf mühit. Və sonuncu, diqqət, diqqət, diqqət. İzlədiyiniz üçün təşəkkürlər.